1895-ci il neft bumu yaşayan Bakıda sonradan dünyanın ən məşhur kəşfiyyatçılarından birinə çevriləcək Richard Zorge dünyaya gəlir. Atası Alman, anası Rus idi. Babası isə sosialist xadim Karl Marxın katiblərindən biri, məşhur internasional əsərinin redaktorlarından olub. Uşaqlığının ilk illəri məhz bu şəhərdə keçib. İllər sonra Bakıdan uzaqda olsa da, onun taleyi tarixin ən böyük müharibələrindən birinə yazılacaqdı. Bakının sakit güşələrindən birində qoyulmuş bu abidənin arxasında maraqlı, amma bir o qədər də dramatik həyat hekayəsi dayanır. Söhbət əfsanəvi kəşfiyyatçı Richard Zorge'dən gedir. Düz 45 ildir öz sərt, amma nursuz baxışları ilə İkinci Dünya müharibəsinin acı gerçəkliyindən və özünün səssiz mübarizəsindən danışır. Richard Zorge Sovet kəşfiyyatının ən peşəkar agentlərindən biri olub. O, Almaniya və Yaponiya kimi ölkələrdə jurnalist adı altında fəaliyyət göstərib. Əslində isə topladığı məlumatlar İkinci Dünya müharibəsinin gedişinə ciddi təsir göstərib. Məhz Zorge Almaniyanın SSR-yə hücum planları barədə əvvəlcədən xəbər verən əsas mənbələrdən biri idi. Bundan əlavə, Yaponiyanın Sovet İttifaqına qarşı müharibəyə qoşulmayacağını da ilk dəqiq təsdiqləyən məhz o olmuşdu. Mükəmməl analitik bacarıq və iqtisadi bilgilərinə görə onu dəfələrlə xarici ölkələrə müxbir kimi dəvət ediblər. Amma o əslində həkim idi. Hətta müharibədə aldığı çoxsaylı qəlpə yaralarından sonra onun ayağını amputasiya etmək istəyəndə icazə verməyib. Özü öz ayağını əməliyyat edən həkim kimi tarixə düşüb. Lakin ayağı əvvəlki sağlamlığına tam qovuşa bilmir. Ömrünün qalan hissəsini topal olaraq keçirir. Amma bu onun kişi cazibəsindən heç nə qoparmır. Sərt baxışlı, ciddi görkəmli bu xarizmatik kişi ən üst vəzifələrdə olan şəxslərin, diplomatların, generalların həyat yoldaşları ilə görüşərək onlardan informator kimi istifadə edir. Onu tanıyanlar Zorge'nin rahat həyat tərzi sürdüyünü düşünürdülər. Daim sərxoş, ünsiyyətçil olması şübhə doğurmurdu. Lakin bu onun maskası idi. 1941-ci ildə Yaponiyada ifşa olunduqdan sonra həbs edilən Zorge uzun istintaq dövrü keçdi. İşgəncələrə baxmayaraq kimin üçün işlədiyini sonadək etiraf etmədi. 1944-cü ildə Tokyoda edam olundu. Yapon müstəntiqlərinin maraqlı etirafı vardı. Gözləri ilə qarşındakını ofsunlayan belə casusa ilk dəfə idi rast gəlirdilər. Bəlkə elə buna görə bu nüfuz edici gözlər oyulmuşdu. İnsanlar hər dəfə bu abidənin yanından ötəndə bu heybətli gözlərlə rastlaşmamaq üçün baxışlarını yayındırırlar. Hətta belə bir şəhər əfsanəsi dolaşır ki, kim bu abidənin gözlərinə bir neçə dəqiqə baxsa, mütləq gecə yuxusunu qarışdıracaq. Sanki Zorge hələ də öz gizli missiyasını davam etdirir və insanları mistik aurasının altında saxlayır. 1981-ci ildə Bakıda məhz qələbə günündə Zorge'nin abidəsinin açılışı baş tutur. Abidənin lentini həmin vaxt Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev kəsir. Abidənin ətrafındakı park da elə kəşfiyyatçının adını daşıyır. Maraqlıdır ki, bürünc və qranitdən hazırlanmış abidə onun öldürüldüyü Yaponiyadan gətirilmiş albalı ağacları ilə əhatələnir. Burada məqsəd sakuraların arxasında vahiməli baxışları ilə ətrafı izləyən casus obrazı yaratmaq idi. Park ətrafında yaşayanlar deyirlər ki, Sovet dövründə abidənin gözlərinə içərisindən işıq qoyulmuşdu. Gecələr qaranlıq parkda işıq saçan gözlər çox vahiməli görünür, ətrafında mistik şayələr dolaşırdı. Sonralar isə işıqlar çıxarıldı və heykəl öz sahibinin taleyini yaşadı. Zorge ikinci dəfə gözlərinin nurundan oldu. Bugün Bakını seyr edən bu heykəl təkcə bir insanı deyil, ağır müharibənin unudulmaqda olan acı həqiqətlərini yad edir.